Həmciz mübtədalarda xəbərlə uzlaşma necə olurdu uşaqlar? Biz demişdik ki, əgər mübtəda müxtəlif şəxslərdədirsə, onların içərisində birinci şəxs varsa, o xəbər olurdu birinci şəxsin cəmində. Eləmi? Yəni sən orada birinci şəxs görürsən, xəbər olacaq birinci şəxsin cəmində. Yox, birinci şəxs yoxdur. İkinci və üçüncü şəxs varsa, xəbər olacaqdır ikinci şəxsin cəmində. Yalnız üçüncü şəxs isə artıq xəbər üçüncü şəxsin cəmində olur. Demək bu sual uşaqlar 2022-ci ildə 9-cu sinif buraxılış imtahanında istifadə olunan bir sualdır. Gəlin baxaq. Mətndən yəqin ki yazıda düşdü. Günay, Aytac və Zöhrə nə oldu? Hamısı üçüncü şəxsdir. Xəbər üçüncü şəxsin cəmi. Demək burada bir sıxıntı yoxdur. Pozular deyil şərtdə. Siz də, biz də danışmaqda haqlısınız. Bax bu nədir? Birinci şəxs. Biz nə dedik indi? Həmciz mübtədalardan biri birinci şəxsdədirsə, xəbər necə olacaqdır? Birinci şəxsin cəmi. Bax. Oldu ki, haqlısınız yazıb da. Necə olmalıdır? Haqlıyıq. Pərvinlə Gönçə hər iki üçüncü şəxsdədir. Getdilər. Doğrudur. Sən də Tural da. Bax, həmciz mübtədalardan biri ikinci şəxsdədir. Xəbər necə olmalıdır? İkinci şəxsin cəmi. Görsən? Siniz. Doğrudur. Demək burada cavabımız olacaq